Nə qədər insanlar olacaq, o gün qəm, qüssə, kədər içində olacaqlar, əməlləri puç olacaq, Allah üzlərinə baxmayacaq, danışdırmayacaq, onlara lənət var. Hamısı səbəblər nədir, qardaşım? Günahlar deyilmi? Asiliklər deyilmi, qardaş? Görə, vay o insanın halına ki, Allah üzünə baxmaq istəmir. Allahu akbar, Allah hamd olsun. Allah onu danışdırmaq istəmir, onu təmizdə çıxartmaq istəmir və ona şiddətli bir əzab var. Vay bunun halına. Buna səbəbi nə qədər günahlar eləyənlər var, bu şeyi gətirərsə nə qədər günahlar var, qardaşım. Bugün, hələ mən kafirlərə qoyuram qırağa. Müsəlmanlar içərisində, bax, bu əzaba düçar, bu ən böyük əzab deyə Allah danışdırmaz, üzünə baxmaz, təmizə çıxartmaz və şiddətli əzab var. Bu müsəlman üçün ən böyük bədbəxtlidir. Bax, belə müsəlmanlar olacaq, o günahları etdiklərinə görə. Adi misallarda, məsələn, başa qalxınc eləmək, etdiyin yaxşılığı. Rivayətdə gəlib, kim bir etdiyi salih əməli, yaxşı əməli, başa qalxırsa, bax, buna bu əzab gözləyir. Subhanallah. Və ya təkəbbürlüyündən şalvarı topuğundan aşağı gəzənlər. Və ya zinakar kişi, qoca kişi. Qoca kişi sənin cinə haraba yaraşır. Ama deyərlər, qardaş, onlara belə əzab var. Allah qorusun. Və yaxud da ki, təkəbbürlü kasıb. Kasıbsan da, qardaş. İndi Allah belə bölüb də. Kimisinin varlı, kimisinin kasıb. Kimisinin sağlam, kimisinin xəstə. Düzdürmü, qardaş? İndi bunun da bölgüsü belə olub. Buna düşən bu olub. O da hikmətini Allah bilir. Təkəbbürlü gəzir, kasıb. Sən haraba yaraşır təkəbbürlü, qardaş? Amma nə qədər belə günahlar var ki, Allah qorusun, qardaş. Deyirsən ki, bunlar böyük günahlardır ya. Və bunları edən insanın aqibətinə bax, hələ mən kafirlərə qoydum qırağa. Deyir, Allah onu təmizə çıxartmaz, üzünə baxmaz. Allah qorusun. Ona görə insan, qardaş, nəfsini həmişə hesaba çəkməlidir. Nəfsini düzəltməli, Allahla sadiq olmaq lazımdır. İtaətləri artırmaq lazımdır. Elə bir vaxtda, elə bir yaşa gəlib çatmışıq ki, Allah'ın da olsun. Müəyyən yaş həddi var da, o yaşa kimi haradasa yola verirsən, abləz. Amma artıq 40-45 keçdi var, artıq mən sizi inandırırım ki, biraz toparlanmaq lazımdır. Elə bir yaş həddidir ki, artıq rüşd vaxtıdır. Yoxsa peyğəmbərlik nə vaxt gəlir insanlara? 40 yaşda, bu yaşlarda gəlib də. Niyə? Cavanı olsa, cavan deyir, beyni qandı, nə bilim, qanı istəyib. Səhv addımlar ata bilər, yoxsa yox. Tələsə bilər, yoxsa yox. Amma 40-dan sonra insan necə olur? Biraz hikmətli olur. Tələsmir. Götürüb qoy edir. Həmən qərar vermir. Bax, biz elə bir o yaşı adlamışıq da, düzdür, qardaş? 40 və 40-dan o tərəfə keçmişik də. Bizim artıq belə deyək də, da çox, nə bilim, çox arxanlaşmaq artıq vaxtı deyil. Bu yaşdan sonra azmaq fəlakətdir. Allah'ın olsun. Yəni, 40-dan sonra azmaq müsibət. Cavanı başa düşdüm. Şəhvətlərə meyillidir, qardaş. Düzdür. Qadın şəhvətləri var, dünya var, pul olsun, qazansın, gəzsin, əyləncələr var. Bunu başa düşürəm də. 40-dan sonra sən daha artıq hikmətli olmalı deyilsən, insan belə olmalıdır da. Müdrik olmalıdır. Başa düşürsən necə? Bəli. Ondan sonra insanın müdriklik yaraşır da, səfehlik yox. Bugün nə qədər insanlar var ki, 40-dan o tərəfə keçib Allah'ın sonu səfehdir. Axmağın biridir. O qədər mənasız danışır. Belə insanları biz cəmiyyətdə görürük. Çox təəssüf olsun ki, bu sosial şəbəkələrə girəndə bunu daha çox gördük.